Çox vaxt rəhbərlər əməkdaşları motivasiya eləməyə, öyrənməyə çalışırlar. Amma mən həmişə deyirəm ki, motivasiya etməyi öyrənməkdən əvvəl demotivasiya etməməyi öyrənmək lazımdır. Çünki əksər rəhbərlərin problemi odur ki, onlar əməkdaşları demotivasiya edirlər. Təsəvvür eləyin ki, rəhbərin tabeliyində yaxşı bir əməkdaş var, hansı ki məhsuldardır, peşəkardır, işə məsuliyyətlə yanaşır və onun motivasiyası müəyyən yerdən sonra düşür və rəhbər bunu hiss eləyir. Rəhbər öz-özünə izah edir ki, bəs mən bunu əmək haqqını artıra bilmirəm, bonus verə bilmirəm, vəzifəsini yüksəldə bilmirəm, ona görə demotivasiya olub. Amma bir çox belə əməkdaşlara o maddi mükafatlardan çox onların sadəcə dəyərləndirilməsi, onlara qiymət verilməsi, onlara xoş söz deyilməsi, sadəcə quru təşəkkür belə bildirilməsi ki, bəli, biz gördük sizin işinizi, biz ona dəyər veririk, bizim üçün o əhəmiyyətlidir. Hörmətlə yanaşılması onlar üçün kifayət edir və o, onları ən ciddi motivasiya edən alətlərdən biridir. Müvafiq olaraq da bu olmayanda əməkdaşlar demotivasiya olurlar. Bu səhvləri buraxmamaq üçün və digər idarəetmə alətləri öyrənmək üçün sizi bizim liderlik və idarəetmə bacarıqlarına dair təlimə qoşulmağa dəvət edirəm.